Heç kimin vecinə deyil mən nə düşünürəm. Sabah öləcəyini bilərək yaşa. Çünki filan kəsə bax nə gündədir, ay birdən düşünürlər ki, mələ yaxşı yemək bişirə bilmir. Dünya mənim ətrafımda dönür. Sadəcə olaraq müəyyən bir müddət özünə inkişaf elətdirməlisən. Qəribə şeylər baş verir evimizdə. Gecə söhbətləri bölüm 2. Bugün sizinlə danışacağımız mövzu insanlar nə deyər? Bəli, çoxumuzun problemi olan bu mövzu. Əgər sən də nə deyərlər, nə düşünərlər, birdən bu xətrinə dəyər, birdən belə olar, birdən elə olar deyə düşüncələrlə özünü yeyib bitirirsənsə, otur qarşımda və məni dinlə. Çünki bugün bunu aşmalıyıq. Bugün bunu aşmalısan. Bugün bunu aşmasan, sən sabahı bir günü yaşamırsan. Sadəcə onlar üçün ötüşdürüb getdiyin bir gün olur və ömrün nə qədər olduğunu bilmədiyimiz üçün öz həyatımızı, öz istəklərimizi kiminsə ehtiyac və istəklərinə görə yönləndirə bilmərik. Bu qədər bol vaxtımız yoxdur əzizim. Yəni sabahları öləcəyini bilsən, durub kiminsə istəyini, kiminsə düşüncəsini önəmsəmərsən. Sabah öləcəyini bilərək yaşa. Sabah ölə bilərsən. Bu düşüncə ilə yaşa. Bu düşüncə ilə yaşayandan sonra artıq heç kimə görə həyat yaşamaq istəmirsən. Adi biri gəlib yanında keyfini pozanda, yəni ona belə bir tahammülün olmur türklər demir ki, yəni mənim vaxtımı alma, mənim zamanımı alma, mənim keçən dəqiqəmi, saniyəmi alma. Yəni bu düşüncədə olursan və bu düşüncədə olmalısan. Bu düşüncədə olduğun andan etibarən həqiqətən həyatı özün üçün yaşamağa başlayacaqsan. Necə? Bunu tamamilə şəxsi təcrübələrimlə oturmuşam qarşında və sənə danışacağam hamısını bugün. Çünki mən də vaxtı zamanı ilə belə bir insan idim. Ona bu sözü deyərəm birdən xətrinə dəyər, belə eləyərəm birdən belə olar deyə düşünə ömrümü, günümü yemişdim və hardasa 4-5 ildən bu yana bu tip insan deyiləm və bu tip insan olmamağım qarşı tərəfə çoxunluqla problem yaradır. Çünki niyə? Onun istəyinə uyğun bir insan deyiləm deyə. Adicə valideynlərimiz belə, çox təəssüf ki, bu belədir, amma yəni onları qınamağın da bir mənası yoxdur. Çünki onlar da bildikləri qədəri yansıdırdı bizə. Valideynlər belə bizi bir qəlbə salmaq istəyir, bir çərçivədə görür bizi. Sən belə ol, elə ol. Yəni onun istədiyi kimi bir insan olmayanda artıq biraz pis övlad moduna keçirdirlər bizi. Amma bu belə deyil. Sən bu həyata bir fərd olaraq gəlmisən. Bunu valideynlər başa düşməyə bilər. Amma sən müəyyən bir yaşa qədər bu şəkildə gəlmisənsə, müəyyən bir yaşdan o tərəfə qorumalısan. Artıq özünün bir fərd olduğunun fərqində olmalısan ki, başqalarına da bunu ötürə biləsən. Başqaları da sənin sərhədlərini keçməsin. Sərhəd demişkən, bu problemlər yox deyə bilməməyimizdən əmələ gəlir. Yox deyə bilməmə adlı videomu da buralara və ya şərh bölməsinə qeyd edəcəm. Oradan da keçib onu mütləq baxın. Yox deyə bilməmək bir dərddir. İnsanlara sərhəd çəkmək bir dərddir. Hamısı bir dərddir. Amma sən fikir verdiyin müddətcə. Sən fikir verməsən bunların heç biri bir dərd deyil. Ümumiyyətlə problemi gördüyün müddətcə problemdir. Sən onu görməsən o artıq problem olmaqdan çıxır. Buna görə birinci hər şey hər zaman olduğu kimi birinci bizdən başlayır. Birinci öz içimizdə bəzi şeyləri qəbul edib dəyişməliyik və bunu çölə yansıtmalıyıq. İnsanlar bununla bir dəfə, 2 dəfə rastlaşandan sonra artıq çəkiləcək. Bilirsiniz necədir tam olaraq sərhəd çəkmək? Düşünün ki, setkadan bir çəpər çəkirsiniz və insanlar gəlir, biraz ilişir, keçə bilmir oradan, geri çəkilir, 2-3 gün sonra bir də gəlir, cəhd eləyir, yenə alınmır, 3-cü dəfə bir də cəhd eləyir, alınmır və artıq oranın bir keçilməz sərhəd olduğunu qəbul edir və geri çəkilir. Artıq sən olduğun kimi qəbul edir, yəni. Bunu ilk başda birbaşa alınmayacaq. Bunu insanlara dəfələrlə xatırlatmalı olacaqsan. Təbii ki, bu da sənin məsuliyyətinə düşür, çünki insanlar belədir. Bir neçə dəfə dəyməyincə o sərhədin sərhəd olduğunu anlamırlar. Nəysə, deməli sizə bir sir vermək istəyirəm. İnsanların nə dediyini, nə düşündüyünü vecinizə almadığınız müddətdə kompleksləriniz azalacaq. Hətta yox olacaq. Niyə deyə düşünsəz və ya soruşsaz, tam olaraq bunu da açıqlayıram indi sizə. Və təbii ki, öz şəxsi təcrübələrimlə. Mən sizə başqalarından və s. danışmıram. Birbaşa hər şeyi öz təcrübələrimlə izah edirəm. Məsələn, mən illər əvvəl bunu eləyəndə necə bir şeylə rastlaşıb, necə hisslər keçirmişdimsə, bunu bugün sizə deyirəm. Konkret olaraq real təcrübə. İnsanların nə düşündüyünü önəmsəmədsə, bax, ən sadəsinə sizə bir şey deyirəm.
Mən hal-hazırda açıq Instagram işlədirəm, düzdür? Yəni açıq Instagram işlətmək insanların önünə çıxıb mənə istədiyiniz sözü deyə bilərsiniz. İcazəsi verir onların düşüncəsi ilə. Amma yəni bu belə deyil. Hər kəsə istədiyimiz hər şeyi deyə bilmərik. Səhifəsi açıq belə olsa, bloger belə olsa, hər nə olsa da. Yəni sadəcə olaraq məsələn mənim hal-hazırda çox böyük bir kütləm yoxdur. Olmasını da istəmirəm açığı. Və mən kontentimi konkret olaraq dəyişmək istəyirəm. Çünki mən bu tərz mövzular üçün heç uyğun insan deyiləm. Instagramda nələrsə paylaşırsan və hər dəfə fərqli geyimdə, obrazda və ya nələrdəsə olmalısan. Mən bunları heç önəmsəmirəm. Məsələn, mənim tam olduğum kimi, yəni mənim umurumda deyil ki, biri gələr orada deyər, ay çox güldü, ay çox belə elədi, ay çox elə elədi. Yəni bu tərz insan deyiləm mən. Məsələn, mən bütün videolarımı bu tişörtlə çəkə bilərəm. Umurumda deyil. Məsələn, biri gəlib düşünər ki, ayda bunun heç köynəyi yoxdur deyəsən elə bir dənə köynəyi ilə bütün videoları çəkir. Ya da umurumda deyil gəlib desin ki, arada onu çıxart, nə. Çünki insanlarımız bunu bilirlər də, bu realdır. Sən bunu önəmsəmədiyin müddətdə özünə fayda edirsən. Niyə? Məsələn, mən bunu takılsaydım ki, mən hər videomda fərqli geyimlər geyinməliyəm. Qazandığım o pulu gedib elə ancaq geyimlərə verməliydim ki, mən YouTube-da video çəkirəm və hər bir videomda fərqli obrazda olmalıyam. Yəni bu insanların nə düşünəcəyi, nə deyəcəyi məni aşağı salır, düzdür? Mənim maddi cəhətdən qurduğum bəzi planlarım var. Məsələn, mən bura qalxmaq istəyirəm. Bunun üçün də müəyyən bir büdcə lazımdır. Amma mən insanlar nə deyər deyə ancaq paltar alıram və bu pilliyə gedib çıxa bilmirəm. Deməli, bu o deməkdir ki, insanlar məni geri salır bu düşüncələri ilə. Düzdür, bunu bildiyin an insanları umursamırsan. İnsanları umursamamalısın. Məsələn, biri gəlib sənə deyəcək ki, ay burnun çox çirkindir. Amma eyni o insanlar, yəni həqiqətən gedib estetik elətdirən insanlar şərhlərində yazır ki, hamı bir-birinə bənzəməyə başlar. Bəs siz də deyən ki, hamı burnun çirkindir, ay filan kəsə bax nə gündədir, ay filan kəsin dodağı nə gündədir, ay filan kəsin qaşı nə gündədir. Bunları deyən də sizsiz, hamı bir-birinə bənzəyir. Deyən də sizsiz də, elə deyil. Bu insanlar öz dedikləri ilə belə, türklər demiş çelişir. Yəni öz dedikləri ilə belə üst-üstə düşünür də, yəni bunların. Yəni siz ona görə onlara fikir verməməlisiniz. Onlara fikir vermədiyiniz an umurunuzda olmaz ki, makiyajsız, makiyajsızsınız. Nə bilim, əyninizdəki paltar qəşəngdirmi, çirkindirmi? Bunları önəmsəmərsiniz. Bunları, bu tərz şeyləri sadəcə özünüz üçün düşünün, özünüz üçün edin. Məsələn, necə? Məsələn, mən çox sevirəm gözəl geyinməyi, kombinlər eləməyi. Amma mən bunun hamısını Instagramda yansıtmıram və yansıtmağı da düşünmürəm. Çünki mən elədiyim hər şeyi orada yaşaya bilmərəm. İnsanların sizin haqqınızda yaxşı və ya pis düşünməsini umursamamalısınız. Hətta yaxşı düşünməsini belə umursamamalısınız. Məsələn, mən hər getdiyim yeri paylaşım ki, onlar düşünsün ki, Amələ gün necə gəzir də, həyatı yaşayır da bu qız. Bunu düşünmələri üçün mən hər yeri paylaşmalıyam. Amma o anda o hissləri mən qaçırıram axı. Əslində onu əlinə alıb çəkəndə o anları yaşamırsan, həqiqətən itirirsən, çox şey itirirsən o an. Nəysə, bu tərz əslində deyəcəyim bir çox şey var idi. Kamerana qoşub oturana qədər unutdum. Evet. B12 İndi bizim nə ağlıma gəlir? Məsələn, çoxunluqla əslində alış-veriş elədiyimiz gərəksiz şeyləri əslində insanların önündə daha məndə də var düşüncəsi ilə eləyirik. Məsələn, elə boş-boş şeylər çıxardırlar, icad edirlər. Sonra 5-6 bloger bunu alır, sonra paylaşır. Ondan sonra hamıya bir cəhd gəlir ki, mən də alacağam, məndə də olsun, nə bilim nə. Yəni buna ehtiyac yoxdur. Yəni belə şeyləri elədikcə əslində zamanı itirirsiniz. Yəni sizin bir müddətiniz var. Hamının keçmək üçün bir müddətə ehtiyacı var. Sadəcə olaraq müəyyən bir müddət özünə inkişaf elətdirməlisən. O müddətdən sonra yavaş-yavaş başlayacaqsan artıq həyatı istədiyin kimi yaşamağa. Ondan sonra bir balaca dişini sıxıb istədiyin o pilliyə çatacaqsan və onu deyəcəklər ki, bəxtəvərin şansı gətirir. Şanslıydı. Və bu sözləri deyəcəklər. Nasıl o qədər boş, o qədər əhəmiyyətsiz şeylərdir ki, siz nə qədər əziyyət çəkdiyinizin fərqindəsizsə, yəni boş şeydir. İnsanların nə düşünməsi boş şeydir. Çünki insanlar hər zaman nəsə deyəcəklər. İnsanlar hər zaman nəsə bir mənfi bir şey deyəcəklər. Çünki insanlar öz içlərindəki xoşbəxtliyi görə bilmir.
bilməyən insanlar digər insanların xoşbəxtliyinə bir ləkə atmaq üçün çabalayırlar. Siz heç görmüsünüz ki, həqiqətən həyatında çox xoşbəxt olan bir insan gedib hansısa bir insan haqqında mənfi bir şey danışır və ya onun qeybətini eləmir. Çünki o insan öz həyatında o qədər dolu zamanı var ki, o insan haqqında düşünməyə belə vaxt yoxdur, qaldı ki, gedib nəsə bir qeybətini eləməyə. Bu tür şeylərə ona görə fikir verməyin. Eşitsəz ki, eşitməyi də qoyun kənara. Düşün ki, bu stolda oturmusan və arxandakı stolda kimsə sənin qeybətini qırır və sən bunu eşidirsən. Düşün ki, bu insanın əlində tutarlı bir şey yoxdur və bu insan mənim haqqımda danışır. Əslində əlində tutarlı bir şey olsa, gedib özü üçün bir şey eləyər. Düşünün ki, mənim video çəkmə şansım var. Həyatımda özüm üçün kəşf etdiyim yoga, meditasiya, idmanım var. Məsələn, boş vaxt tapdıqca gedib 5 dəqiqədə olsa rəsm çəkib deyə biləcəyim bir işim varsa, siz nə dərəcə inanırsınız ki, mən oturum məsələn kimsə haqqında danışım ki, ayda falan kəs bilsən o bilsən danışmaram. Əzizim, danışmaram çünki mən 5 dəqiqə vaxt tapanda düşünürəm ki, gedim bir rəsm çəkim. Düşünürəm ki, ayda bugün heç idman eləməmişəm. Oturduğum yerdə bir boynumu, boğazımı bir hərəkət elətdirim, biraz hərəkətdə olsun. Bunu düşünərəm. Yəni sizin haqqınızda nə vaxtsa kimlənsə nəsə danışılan eşitsəz, bunları önəmsəməyin. Onlar hər zaman danışacaq. Bir şey eşitmişdim, tam yadımda deyil, səhvəmsə bilənlər varsa düzəld. Bir rəsm çəkən biri gedir rəsmini qoyur küçəyə və altından da yazır ki, səhv gördüyünüz yerləri qeyd edin. Hər kəs gəlir bir səhv yazır. Məsələn, deyir ki, burası belədir, orası elədir, orası elədir. Növbəti dəfə gətirir, qoyur ki, o şəkli. Bu şəkildə səhv gördüyünüz yerləri düzəldin. Heç kəs yaxın gəlmir. Çünki niyə? Çünki insanlar ancaq danışmağı bilir. İcraatda bir şey yoxdur. İnsanlar ancaq danışsın. İnsanlar ancaq səhv tutsun. Bəzi insanlar var ki, bildiyiniz belə xəstəlik halı alıb. Yəni birində səhv tutmaqdan zövq alır artıq bu insan. Niyə özünü sübut eləyir güya ki, yəni mən səndən daha üstünəm bu şeydə. Yəni belə şeylərə düşməyin, belə hilələrə düşməyin. Sadəcə demək istədiyim budur. Yəni özünüzə fokuslanın və öz həyatınıza yönəlin. Həqiqətən yoxsa insanlar sizi çəkə biləcəyi qədər çəkəcəklər aşağı və insanların sizi nə dərəcə aşağı çəkə biləcəyin izah edə bilmərəm. Yəni həqiqətən onu özünüz düşəndə görə bilərsiniz. Ona görə insanları nə dediyin, nə düşündüyün önəmsəmin. Yeni evlənmiş birinin birdən düşünərlər ki, heç bir iş bilmir, birdən düşünərlər ki, yaxşı yemək bişirə bilmir, özünə cəhd gəlir. Ay bunu da bişirəcəm, ay onu da bişirəcəm, ay bunu da eləyə bilirəm, ay onu da eləyə bilirəm deyə özün soxmağa çalışır. Amma bu səndən aparır əzizim. Səndən aparır. Belə şey deməyə ehtiyac yox. Deməli, yeni evləndiyim vaxtdan bu yana 80% insan mənim necə yemək bişirdiyimi belə bilmir. Çünki mən hər kəsə yemək bişirməyi sevmirəm. Mən müəyyən bir insanlara yemək bişirməyi sevirəm. Mən niyə durum özümü göstərim ki, ay birdən düşünərlər ki, Mələk heç nə bilmir. Ay birdən düşünərlər ki, Mələk yaxşı yemək bişirə bilmir. Mən bunu düşünsəydim, mən özümü həlak eləmişdim də, yəni sözün əsl mənasında nələrdir. Bunun dərdini çəkəcəyiniz qədər önəmli deyil. İnsanlar öz həyatlarında önəmlidir. Bəli, dünya sənin ətrafında dönür. Dünya o insanın ətrafında dönür. Dünya mənim ətrafımda dönür. Amma yalnız mənim dünyam mənim ətrafımda dönür. Onun dünyası mənim ətrafımda dönmür. Mənim də dünyam onun ətrafında dönmür. Nə mən onun dediyini eləməliyəm, nə o mənim dediyimi eləməlidir. İnsanların fikri bilsiz nə vaxt önəmli olmalıdır sizin üçün? Onların həyatına toxunacaqsa. Məsələn, mən bir şey eləyəcəm və o kiminsə həyatına toxunacaqsa, bəli, oturub bunu düşünmək məcburiyyətindəyəm. Düşünməliyəm ki, mən bu insana qarşı pislik eləyirəm, yoxsa yaxşılıq eləyirəm. Bunu düşünmək məcburiyyətindəyəm. Amma özümlə bağlı bir qərar verin də ki, kiminsə nəsə düşünəcəyin umursamamalıyam. Yəni bunu niyə düşünməliyəm? Sadəcə mən düşünürəm ki, bu düşüncə biraz abartıldı. Baxırsan ki, qızlar çıxıb sosial şəbəkələrdə nalayiq sözlər işlədir və bunun adı o olur ki, mən öz bildiyim kimi yaşayıram. İnsanların nə düşündüyü mənim vecimə deyil. Bəli, əzim olsun, sənin vecinə olmasın. Yəni bugün mən məsələn bunu düşünürəm, onun vecinə deyil yenə də və keçsən yenə də vecinə deyil. Heç xəbəri də yoxdur mən onun haqqında belə bir şey düşünürəm. Amma bəziləri çıxıb nalayiq sözlər işlədir və bu yəni konkret yaraşmır. Məncə yaraşmır. Həqiqətən qadın zəif deyil, zərifdir. Zərif bir xanıma bu cür şeylər yaraşmır. Təhqir yaraşmır, nalayiq sözlər yaraşmır. Amma təbii ki, yenə də heç kimin vecinə deyil mən nə düşünürəm. Bəli, bax buradan misal götürdünüz. Götürün buradan dərsinizə. Məsələn, mən bunu danışıram, o danışan adamlar heç vecinə də deyil. Çünki heç xəbərlər də yoxdur mən nə danışıram. Görürsünüz? Ona görə heç siz olun və heç kəsin heç bir sözünü umursamayın. Bu qədər. Bugünlük mövzumuz belə. Dağılışın.
Yaz kızım. Bugünkü ev tapşırığı bugünkü ev tapşırığınız və ömrünüzün axırına qədər ev tapşırığınız odur ki, elədiyiniz heç bir şeydə insanları düşünməyin. İnsanların nə deyəcəyini düşünməyin. Bu qədər net. Burada nəsə uçdu. Keçən səfər də gecə söhbətləri videomda belə bir şey uçurdu göylərdə. Qəribə şeylər baş verir evimizdə. Nəysə. Hadi sizi bolca öpdüm. Özünüzə çox yaxşı baxın. Bu tərz söhbətlər üçün kanalıma abunə olmağı unutmayın. Özünə çox yaxşı bax. Hələlik.